Bədəni əməliyyat etmək üçün narkoz verib yatızdırmaq lazımdır. Ruhda isə əksinə, əməliyyat üçün oyandırmaq gərək. Tutduğunuz oruç bədəni zəif salıb yatızdırır, ruhu isə qidalandırır. Oruç təkcə dini ibadət deyil, həm də insan sağlamlığı üçün inanılmaz faydalar verən bir həyat tərzidir. Bu həm bədəni, həm də ruhu təmizləyən bir prosesdir. Oruç tutmağın elmi cəhətdən sübut olunmuş bir çox faydası var. Video başlamazdan qabaq kanala abunə olmağı, videoyu bəyənməyi və yorum yazmağı unutmayın. 1. Bədən üçün detoks və sağlamlıq. Həzm sistemini istirahətə buraxır. Yemək fasilələri mədəyə və bağırsaqlara dincəlmək imkanı verir. Qan şəkərini və təzyiqi normallaşdırır. Oruc insulinin həssaslığını artırır, şəkər xəstəliyinin qarşısını alır. Toksinlərdən təmizləyir. Hüceyrələr oruc zamanı özlərini bərpa edir, zərərli maddələr bədəndən atılır. 2. Arıqlama və metabolizmin güclənməsi. Yağ yandırma prosesini sürətləndirir, uzun saatlar aclıq zamanı bədən enerji üçün pi ehtiyatlarını istifadə edir. Metabolizmi tənzimləyir, orqanizmin enerji istehlakını balanslaşdırır, maddələr mübadiləsini gücləndirir. 3. Beyin və zehni faydaları. Yaddaşı gücləndirir. Oruc beyin hüceyrələrinin yenilənməsinə kömək edir. Depressiya və stresi azaldır. Oruc zamanı serotonin və dopamin hormonları artır, insanı daha xoşbəxt hiss etdirir. 4. İmmunitet sistemi və uzun ömürlülük. Bədəni cavan saxlayır. Oruc hüceyrə yenilənməsini artırır, yaşlanmanı gecikdirir. Xərçəng riskini azaldır. Araşdırmalar göstərir ki, uzun müddətli aclıq xərçəng hüceyrələrinin inkişafını ləngidir. 5. Ruh və mənəviyyatın təmizlənməsi. Səbir və nəzarət hissini artırır, insan nəfsinə nəzarət etməyi öyrənir. Empatiya hissini gücləndirir. Aclıq çəkən insanları daha yaxşı başa düşmək və onlara kömək etmək hissini artırır. Nəticədə, oruc həm insanı fiziki, həm də mənəvi cəhətdən gücləndirən möhtəşəm bir prosesdir. Bədəni təmizləyir, zehni gücləndirir və insanı daha xoşbəxt edir. Əgər siz də sağlam bir həyat istəyirsinizsə, orucu sınaqdan keçirin. Bu videonu bəyənib paylaşın ki, dostlarınız da orucun faydalarından xəbərdar olsun. Sağ olun. Allah tutulan oruçlarınızı qəbul etsin. Amin.